Salam, əziz abituriyentlər. Deməli, belə bir qəbula düşmüş sualımız var ki, OBS-də kvadratdır, C təbəsi O mərkəz üzərindədir, B təbəsi O yer radius üzərindədir. B-yeni də 5 vurulsun kökdə 2 minus 1 verir. Deməli, burada OBS-də kvadrat olduğundan bura x deyərsən, buralar hamısı x olar. Və burada belə bir şərti yada salaq ki, O-dan C-yə kimi radiusdur. Həm də O-dan C-yə kimi kvadratın diaqonalıdır. Kvadratın diaqonalına görə buranın x kökdə 2 olduğunu bilirəm. Bir də OC-nin radius olduğunu bildiyimə görə, həm də OY-nin radius olduğunu bildiyimə görə, onda x üstə gəlinsin BY məsafəsi, yəni 5 kökdə 2 çıx 1-in radius olduğunu bilirəm və bu da x kökdə 2-yə bərabərdir. Buradan x-i üstə gələk, vurub başdan 5 kökdə 2 çıx 5 bərabərdir x kökdə 2. Buradan 5 kökdə 2 çıxılsın x kökdə 2 bərabər olar 5 çıx x-ə. Hər ikisindən kökdə 2-ni ortaq vuraq çıxarsam, qalar 5 çıx 2x bərabər olar 5 çıx x-ə. Buradan da x-in rahatçılıqla sıfıra çevirən qiymət 5 olduğunu bilirəm və x-imi 5 aldım. X-i 5 alanda radiusu tapmaq üçün radiusum x kökdə 2 olduğuna görə r bərabərdir x-in yerinə 5 qoyuram. Onda radiusum olur 5 kökdə 2. Çevrənin uzunluğunu sorur. Çevrənin uzunluğu 2pi r düsturunda. Radiusun yerinə 5 kökdə 2 qoysam, olar 2 vur 5 kökdə 2 pi. Bu da bizə verər, deməli gənclər, 10 kökdə 2 pi.